bu aşkın merezi pür xəter oldu. Getdikcə bu aşkın merezi pür xəter oldu. Dərman elədikcə ona döndü beter oldu. Eşkin adı yandırdı benim canım hey vay. Bu vakiyeden cümle cihan haber oldu. Əfzələddin İbrahim İbn Əli Nəccar Şirvani təxminən 1126-cı ildə Şamaxın yaxınlığında yerləşən Məlhəm kəndində anadan olmuşdur. Sonralar şair Xaqani təxəllüsünü götürmüşdür. 8 yaşında atasını itirən Əfzələddin əmsinin himayəsində böyümüş, ərəb əlifbasını, xəttatlıq qanunlarını və Quranı öyrənməklə təhsilinə başlamışdır. Şair təxminən 18 yaşında olarkən Şirvanşahlar Sarayına dəvət olunur. Gənc şair sevinərək mədhuyyələr yazır. Az sonra isə onun mənəvi aləmində bir oyanma baş verir. Xaqani Şirvanşahlar Sarayından can qurtarmaq üçün yollar arayır. 1156-cı ildə Xaqani Şirvani bir səyahətə çıxır. Qərbi Asiyanın bir neçə ölkəsinə, o cümlədən Ərdəbil, İsfahan, Bağdad, Dəməşq, Mosul, Məkkə və Mədinə şəhərlərinə səfər edir. Alimlər və dövlət xadimləri ilə görüşür. Bu ölkələrin ictimai həyatı ilə tanış olur. Saray çəkişmələri nəticəsində böyük şair həbs edilir. Şairi dağlararası yollarla indiki Şabran rayonuna gətirərək orada zindana salırlar. Hal-hazırda Şabran rayonunun girəcəyində Xaqani Şirvaninin kiçik muzeyi var. Muzeyin divarlarında Xaqaninin, Nizaminin, Füzulinin və digər dahi şairlərin şeirləri yazılıb. 7 ay həbsdə qalan Xaqani 1173-cü ildə ailəsi ilə birlikdə Şirvanı həmişəlik tərk edərək Təbrizə köçür və ömrünün axırınadək orada yaşayır. Təbrizə gedərkən Xaqani Şirvani Gəncədə Nizami Gəncəvi ilə görüşür. Qədəmin xoş olsun, Ustad Xaqani. Heç güman eləməzdim belə görüşəcəyik. Yol ayırıcında. Hər şey yaradanın əlindədir. Sən sinəndə elə bir işıq gəzdirirsən ki, ancaq Tanrıda ola bilər o işıq. Bu ki mədhiyyədir. Şair şairə heç vaxt məth oxumaz Nizami. Ömrüm keçdi Nizami. Gec ayıldım mən. Töhvələr, ənamlar tutmuşdu gözümü. İndi qıyyə çəkirəm ki, Xaqani deyiləm mən, Xəlqaniyəm. Kim deşidir? Xaqaninin taleyini unutma, qardaşım. Şair ömrünün 24 ilini Təbrizdə şəhər kitabxanasında keçirərək elmi tədqiqatlar aparmışdır. Şair 2 dəfə Məkkə ziyarətində olmuşdur. Xaqaninin 2 qızı və 2 oğlu var idi. Xaqani Şirvani 1199-cu ildə vəfat etmiş, Təbrizin Surxab ətrafında, sonralar şairlər qəbirstanlığı kimi tanınan məşhur qəbirstanlıqda dəfn edilmişdir.